Salamlar, bugün Z nəslinin, yəni bizim ulduzumuz haqqında danışırıq. Z nəslinin ulduzu kimdir? Sosial media onu necə formalaşdırır və ulduzumuzun mövqeyi bizim üçün nə qədər vacibdir? Bir vaxtlar ulduz olmaq üçün ya səhnəyə çıxmaq lazım idi, ya da kiminsə icazəsinə. Bugün isə Z nəsli üçün tanınmaq daha sakit, daha şəxsi bir prosesdir. Onlar səs-küyə görə yox, uyğunluğa baxırlar. Baxdıqları adamın həyatlarına daha yaxın hesab eləyirlərsə, onda izləməyə başlayırlar. Z nəsli kimləri nümunə götürür? Ən birinci, özünü oynamağa məcbur olmayanları. Onlar üçün vacib olan nə qədər məşhur yox, nə qədər ardıcıl olmağındır. Məsələn, Billie Eilish'in populyarlığı yalnız musiqidən gəlmir. O narahatlıqlarını gizlətmir, obrazını dəyişəndə də özünü inkar eləmir. Zendaya qırmızı xalçalardakı çıxışlarına görə yox, hər mühitdə eyni duruşu qoruduğuna görə hörmət qazanır. Mr. Beast isə klassik şou göstərmir, prosesi göstərir. Lüksü yox, yeni ideyaları təbliğ edir. Z nəsil də məhz buna görə onlara baxır. Bu insanlar mütləq hər gün trend olmur, amma danışanda tanış hiss yaradır. Z nəsli üçün bu ən güclü bağdır. Z nəslinin ulduzu çox vaxt sakitdir. Hər mövzuya fikir bildirmir, hər diqqətə reaksiya vermir. Z nəslinin sevdiyi ulduzlar bir mərkəzdən çıxmır. Onlar müxtəlifdir, bəzən ziddiyyətlidir, bəzən narahat. Amma ortaq bir cəhətləri var. Onlar baxanın özünü yad hiss etmədiyi insanlardır və görünür bu dövrdə ən güclü təsir də elə bundan başlayır. Orijinal olmağa çalışırsan, hamı kimi bilirəm, bəs özün də bilmədən öz ulduzunu bəzən necə imitasiya edirsən? Salam qızlar, necəsiz? Salam. Mən sorğudan gəldim. Nəhayət ki, orada bir dənə balaca qız gəlib mənim ətəyimə yapışıb deyirdi ki, sən Barbie kuklasan, sən Barbie kuklasan. Doğrudan da biraz elə bir oxşarlıq var. Yox, əslində uşaqlıqda da heç Barbie kuklasti ilə oynamırdım mən. Düzündür. Özünü oxşatmırsan. Yəni saç sarı, nə bilim, göz zad. Məncə biraz özünü oxşadırsan. Bəlkə də ola bilər, çünki başqa insanlar da mənə çox oxşadırdı deyənə, bəlkə də psixoloji ola bilər. Qızlar, mən bu haqqda araşdırma eləmişəm. Psixoloqların dediyinə görə bu davranış qeyri-iradi təqliddir. Bunu da edən beynimizdəki güzgü neyronlarıdır. Müasir dövrdə məşhurlar bir çox insan üçün davranış modeli rolunu oynayırlar. Araşdırmalar göstərir ki, məşhurların peşə bacarıqlarından çox gündəlik həyat tərzləri, geyimləri, münasibətləri və davranışları təqlid edilir. Bəs niyə insanlar məşhurları təqlid edir? Ümumiyyətlə bu proses şüurlu seçimdir, yoxsa psixoloji refleks? Psixoloqlar sevdiyimiz məşhurların həyat tərzlərini və hərəkətlərini təkrar etdiyimiz halı qeyri-iradi təqlid kimi izah edirlər. İnsan beyni bəyəndiyi və özünə yaxın gördüyü şəxslərin davranışlarını avtomatik şəkildə müşahidə edir və yaddaşında saxlayır. Bu proses beyində güzgü neyronları vasitəsilə baş verir. Zamanla bu davranışlar bizim gündəlik vərdişlərimizə çevrilir. Burada televiziya və sosial şəbəkələrin rolunu göz ardı etmək qeyri-mümkündür. Hazırda xüsusilə sosial şəbəkə platformaları məşhurların həyatını daha əlçatan edir. Bu da öz növbəsində onların geyim tərzini, danışıq formasını, eləcə də həyat seçimlərini cəmiyyət üçün normal və arzu olunan bir nümunə kimi təqdim edir. Bir çox insan məşhurları təqlid etdiyini qəbul etsə də, bunu çox vaxt şüurlu qərar kimi görmür. Məsələn, araşdırmalar göstərir ki, gənclərin təqribən 60%-i məşhurların tərzini bəyənir və eyni geyimləri alırlar. Amma bunun yalnız 15%-i şüurlu seçimdir, qalan isə avtomatik imitasiyadır. Mütəxəssislər bildirirlər ki, bu təsir şəxsiyyət formalaşması mərhələsində olan 16-25 yaşlı gənclər arasında daha güclüdür. Əlbəttə ki, məşhurlardan ilham almaq təbiidir. Amma əsas məsələ bu təsirin seçimlərimizə yön verib verməməsindədir. Çünki formalaşdırmalı olduğumuz əsas obraz özümüzük. Qonağımız Digital Hero şirkətinin təsisçisi, rəqəmsal marketinq üzrə mütəxəssis Babaxa Məliklidir. Xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Təşəkkür edirik iştirakınız üçün. Biz bugün Z nəslinin ulduzu kimdir mövzusunda müzakirə aparırıq və rəqəmsal platformalar, sosial media buna necə təsir göstərir? Əsas mövzunun məqsədi budur. Bugün ulduzumuz, ümumiyyətlə sosial mediada məşhurluq nə ilə və necə ölçülür? Sosial mediada məşhurluq, belə deyək də, müxtəlif sosial medialarda müxtəlif influencerlar, belə deyək, və yaxud da ki, orada məşhur olan insanların fikirlərinə təsir edəcək şəxslər var. Hər platformada da
bu özünü başqa cür göstərir. Əvvəllər məsələn sadəcə əgər sosial media üzərindən gediriksə, burada YouTube daha çox önəm kəsb edirdi. Hansı ki, ilk başlarda YouTube olub və orada da daha çox izlənmə üzərinə olur. Amma bəzi platformalarda isə artıq bu dəyişilir. Ümumiyyətlə brendlərə götürsək, bir şirkət olaraq götürsək, şirkətlərə daha çox izlənmə yox, insanların onlara güvənməsi lazımdır. Ona görə də hər hansı bir şəxsə influencer fəaliyyəti həyata keçirdikdə və ya da ki, hər hansı bir məhsul çıxır və istəyirlər ki, bunu ulduzlar vasitəsilə insanlara çatdırsınlar. Bu zaman onlara daha çox izlənmə sayı yox da, daha çox nə qədər insan məsələn də onlara şərh bildirir, neçə insan bir-birinə göndərir, neçə insan onun yaddaşda saxlayır, neçə insanın ümumiyyətlə fikrinə təsir eləmə qabiliyyəti varsa, bununla ölçürlər və daha çox da belə deyək ki, indiki dövrdə sadəcə baxış belə deyək ki, pul gətirmir. Sadəcə sən baxışla ümumiyyətlə hər hansı bir iş görə bilmirsən. Bəzən müəyyən bir vaxtlar oldu ki, Instagramdaydı bu. Çoxlu fake izləyicilər gəlirdi. 1 milyon, 2 milyonluq izləyici görsənir. Amma video paylaşır, ona 1000 nəfər, 2000 nəfər baxır. Və yaxud da ki, cəmi 100 nəfər like eləyir və yaxud da ki, 150 nəfər. Hansı ki, bizim məşhurlardan da onları vaxt ikən eləyirdilər. Hər hansı bir əvvəllər bu giveaway-lər var idi, hansı giveaway-lərə qoşulurdular, ondan artırırdılar. İndi hər kəs tərəfindən asanlıqla başa düşülür də, istifadə olunur. Bəli, istifadə həəm də bu alqoritma bunu istəmir. Instagramın olsun, TikTok'un olsun. Görür ki, ölü izləyicilər biz onu adlandırırıq, belə ki, zombi izləyicilər. Hansı ki, bunlar heç bir reaksiya vermirlər, çünki hansısa bir hesab da açılıb və o hesab sonradan heç vaxt istifadə olunmuyub, heç bir like eləmir və başqa bir şey eləmir. Sadəcə izləyici orada qalır. Ona görə də biz rəqəmlərlə yox, onların insanlara təsiri ilə ölçürük ki, həmin şəxs ulduzdur, yoxsa yox. Yəni bu da hər sahədə özünü fərqli göstərə bilir. Biz belə deyək də, bir şəxsin ulduz olmağı hər hansı bir onun son vaxtlarda TV-də və yaxud da ki, sosial mediada hər hansı bir action etmədən də, sorğu həyata keçirdəndə əgər həmin şəxsi tanıyırlarsa, biz onu ulduz deyə bilirik. Çox rahatlıqla ulduz deyə bilirik. Amma insanların təsir etməsinə gəldikdə isə brendlər onları ulduz kimi qələmə verib, onlarla hər hansı bir reklam fəaliyyətində işləməsinə gəlib çıxanda isə bizim sahədə daha çox bunlar belə deyək ki, istifadə olunur. Çünki biz ölçürük ki, məsələn, bu məşhurla işləmək olar yoxsa yox, bu məşhurun insanlara təsir etmə qabiliyyəti nə qədərdir və ya ki, bu məşhurun izləyicilər nə qədər keyfiyyətli kütlədir. Yəni ona əsasən biz artıq qərar veririk ki, bu sahə üzrə bu ulduzu istifadə eləyək, bu sahə üzrə isə bu ulduzu istifadə eləyək. Yəni rəqəmlər əhəmiyyətini itirməyə başlayır hardasa. Rəqəmlər hamının bildiyi rəqəmlər artıq əhəmiyyətini itirməyə başlayır. Biz məsələn engagement rate deyə bir anlayış girir. Yəni sənin ümumiyyətlə son postlar var və ya ki, paylaşdığın hər hansı bir postlar varsa, həmin postlara nə qədər reaksiya gəlib, onların hamısının cəmi bölünür sənin izləyici sayına. Sənin izləyici sayın nə qədər çoxdursa, demək ki, ona proporsional olaraq sənin daha çox buna hər hansı bir like olsun və ya bəyənmə, yəni şərh olsun və ya da ki, kimlərsə yaddaşda saxlaması olmalıdır ki, sən həqiqətən də o engagement rate-də, yəni izlənmə faizində daha yuxarıda olasan. İzlənmə demək də, bunun Azərbaycanca bəzi terminlər var ki, bunların Azərbaycanca qarşılıqları çox da yoxdur, yeni daxil olurlar bizim dilə. Engagement rate-də nə qədər sən yüksəksənsə, bir növdə insanlar tərəfindən daha cəlbedici olursan və sosial media platformalarda səni daha çox insanların qarşısına çıxarır, daha trendə düşürsən və ya ki, kəşfiyyətə düşürsən deyilir. Yəni sözləri deyirəm. Ümumiyyətlə, yəni o alqoritm daha çox bəyənilən, seçilənləri daha göz önünə çıxarır ki, bəlkə başqaları da bəyənər və daha çox insana çatar. Əvvəl YouTube idi dediniz, bəs bu gün necə konkretləşdirərdiniz? Ulduzumuzu müəyyənləşdirən əsas sosial şəbəkə haradır, hansıdır? Ümumiyyətlə biz əvvəlki periodu götürsək, əvvəllər TV idisə, sonradan isə bu müəyyən bir vaxtlar keçdikcə internetin daha çox yayğınlaşması və insanların daha çox telefon istifadəsi ilə artıq biz deyə bilərik ki, sosial medialar və YouTube-un daha çox yüksəlişi baş verdi. YouTube-dan da bir vaxt keçdikdən sonra müəyyən bir istehlakçı kütləsi də istərsəmiz ona baxan şəxslər YouTube platforması belədir ki, platforma olaraq daha uzun metrajlıdır və insanlara daha çox belə ki, məna ötürməyə çalışır. TV ondan da daha uzun idi, bir növ belə deyək. Daha bilmirdin ki, nə olacaq, nə görə biləcəyini bilmirdin. YouTube-da siz istərsəmiz öncədən məlumat verə bilirsən ki, daha önə çəkə bilirsən, baxmağı və ya ki, başqa alətlər var ki, ondan öyrənə bilirsən ki, nədən gedir söhbət. Amma YouTube da bir yerdən sonra özünü başqa sosial medialara ötürməyə başladı. Nəyə görə? Çünki insanlar artıq Z nəsli
formalaşıb. Bizdə Z nəsli biraz daha səbirsizdirlər və daha səbirsiz olduqları üçün daha qısa metrajlı sən videolarla insanlara fikrini çatdırmaq məcburiyyətindəsən. Həmin şəxslər demək olar ki, əksəriyyəti TV izləmirlər. YouTube-a belə, yəni çox da baxmırlar. Məsələn, mənim dövrümdə Facebook daha məşhur idisə, məsələn, ilk mən sosial media olaraq daha aktiv şəkildə Facebook istifadə edirdim. İndiki Z nəsli siz Facebook istifadə edəndə sizə belə qəribə baxır ki, Facebook nədir? Sən geridə qalmısan. Yəni bu kimi nüanslara artıq gedir, çıxır. İndiki dövrün trendi isə məsələn TikTok da artıq. Çünki Azərbaycanın ən çox bu social bir platformasının verdiyi məlumata əsasən Azərbaycanda ən çox istifadə olunan sosial media 6 milyondan biraz çox, 6.5 milyon 2025-ci ilin fevralın statistikasıdır. TikTokdur. Və həmin TikTok platformasında istifadəçi sayı deyib orada bir manipulyativ rəqəmlər istifadə edirlər. Tam olaraq istifadəçi sayı deyil 6.5 milyon. 6.5 milyon account var, yəni hesab var orada. Təkrar yəni hesablar ola bilər. Bəziləri ola bilər ki, bir neçə dənə açırlar. Orada müəyyən bir canlı yayın və onların hədiyyə göndərmə, canlı yayını daha çox nə qədər adam izləsə, bir o qədər də onlar üçün müsbətdir deyə bir neçə hesab açıb eyni anda izləməsini təmin edirlər. Ona görə də bir şəxsin bir neçə hesabı olur eyni anda. Və bu vasitələ həmin rəqəm biraz artıb, amma ümumiyyətlə biz rəqəmləri götürdüyümüz zaman platformalar arasında TikTok daha çox məşhurdur. Amma siz ulduz məsələsinə gəlib çıxanda isə baxırsınız hansı aspektdən baxırsınız. İş adamlarına görə ulduz LinkedIn-dədir. LinkedIn platforması daha çox məşhurdur və daha çox insanlar orada artıq işlərinlə bağlı, hər hansı bir təlimlə bağlı və ya ki, networking xarakterli postlar paylaşırlar. Məsələn, platformalar götürsək, LinkedIn hələ ki, Azərbaycanda 1 milyona çata bilməyib. Facebook vaxtı ikən 3 milyona qədər Azərbaycanda var idi. Hal-hazırda 1.2 falan getdikcə düşməyə başlayır oradakı istifadəçi sayı. Və burada da LinkedIn qalxır. Və buradan sonra Instagramın özü də aktuallığını hələ də qoruyur. Orada da istifadəçi sayı kifayət qədər var. 3-4 milyon arasında dəyişir hal-hazırda, amma ümumiyyətlə yenə də TikToku götürəndə TikTok bizim əksər insanlarımızın izlədiyi yerdir. İnsanların fikrinə təsir etmək üçün, yəni orada çox rahatlıqla bir də dəyişən nə var deyə biz baxsaq, ulduz olmaq çox rahatdır. Amma onu saxlamaq çox çətindir. Bu da Z nəslinin istər-istəməz təsiri nədir? Çünki çox sürətli bağlanırlar, çox sürətli hər hansı bir seçim həyata keçirirlər, amma çox sürətli tərk edirlər. Yəni hər hansı bir brendi seçməkdə çox sürətlidirlər ki, mən bunu xoşlayıram. Həmin araşdırma edirlər, çox araşdırma həyata keçirirlər. Amma çox sürətli də istənilən səhvində tərk edirlər həmin şəxsi və ya da ki, brendi. Yaxşı, gəlin bir fərqliliyi, aydınlıq gətirməyə və niyyətini müəyyənləşdirməyə çalışaq. Sosial mediada da, televiziyada da, YouTube-da da eyni şeylərdən danışılır. Yəni əyləncəli kontentlərdə də eyni şeylərdən danışılır, ağıllı kontentdə də eyni şeylərdən danışılır, amma bəlkə fərqli formalarda danışılır. Yəni televiziyada uğurlu olan adam niyə sosial mediada qıcıq yaradır, yaxud sosial mediada kifayət qədər populyar, əyləncəli və sevilən, görünən bir insan televiziyada niyə elə görünmür? Sizcə bu nədən qaynaqlanır? Belə deyək, TV-də bizim gördüyümüz nədir? Mükəmməl insanlar var. Və biz ora daha çox mükəmməl insanlar çıxır. Amma Z nəsli isə mükəmməlliyi sevmir bəzən. Çünki özünü orada görmür. Özünü görmədiyi üçün, yəni hər hansı bir insan 60%-dən çox perfeksionistdirsə, İstərsiniz, o verilən statistikalarda, araşdırmalardır. Z nəsli həmin şəxsi özünə yaxın hiss eləmir. Deyir ki, məsələn, bu loru dildə danışmır, bu mənim geyindiyim geyim tərzində deyil, bunun getdiyi yerlər heç uyğun gəlmir, bu harda yaşayır və ya da ki, belə bir yer varmı ümumiyyətlə. Yəni, gündəmə uyğun olmayan demək də daha bəzən müəyyən bir çərçivələr, çünki TV-də istər-istəməz daha regulasiya həyata keçirilir və orada müəyyən bir qaydalar var, müəyyən bir siz çərçivədən görə çıxa bilmərsiniz. Amma isə sosial mediada biraz tənzimləmələr çox olmadığı üçün Z nəsli də özünə daha yaxın hesab edir. Bir də burada başqa bir fərqlər var ki, ümumiyyətlə TV-yə baxan şəxsin bir verilişin və ya ki, bir şəxsin maraqlı olması üçün ona 5-7 dəqiqə lazımdır ki, o kanalı çevirməyə o qərarını versin, 5-7 dəqiqə. Amma sizin sosial mediada, YouTube-da bu rəqəm isə 5-7 saniyədir. Yəni sən 5-7 saniyə içərisində sənə insanları maraqlandırmalısan. Bu amma sosial medialar digər Instagram və TikTok platforması içinsə 3 saniyə sənin vaxtın var. Müştərini, yəni sənin izləyicini qarmağa keçirə bilmənsə, yəni qarşındakına maraqlı bir məlumatı ötürə bilmədinsə, istər-istəməz tərk eləyir. Yəni burada nə deyək? Sən yenə məlumat verəndə ümumiyyətlə eyni məlumatı verəcəksiniz. Hamı, yəni ümumiyyətlə biz götürsək, ikisi də hava haqqında məlumatı verir.
Amma biri məğzə daha tez girir və daha maraqlı, daha gülməli bir tərzdə tutaq ki, verir. Çünki insanlar da yumor istəyirlər. Bir növ belə ki, daha yumor istəyirlər və görürük ki, ulduzlarımız da ona uyğunlaşmağa başlayırlar. Kimsə uyğunlaşmırsa, istər-istəməz daha geridə qalsın. Bu rəqəmsal transformasiya həyata keçirmirsənsə, bu bilirsiniz nəyə dönür? Düzdür, bizim günümüzdə qalmıyor, amma istifadə edənlər var. Ulduzsan, yəni sən hal-hazırda belə deyək ki, düyməli telefon istifadə edirsən də. Yəni o rəqəmsal transformasiya eləməmiş bir ulduz istər-istəməz rəqəmsal olmayan, digital olmayan bir telefon işlədən bir şəxsə bənzəyir istər-istəməz. Çünki sənin müəyyən bir yerlərə çıxışın yoxdur, internetin yoxdur, şəkil çəkmək qabiliyyətin yoxdur. Bu da onun kimi bir şeydir ki, sən daha çox insana çatmaq üçün istər-istəməz bu kimi sosial məcralarda olman lazımdır və kifayət qədər görürük ki, istər siyasilər olsun, istər məşhur şəxslər götürək müğənnilər olsun, istər aktyorlar olsun, hansı ki oradan da istifadə edir və orada ulduz olmaq daha rahatdır, nəinki TV-də, əlbəttə ki, YouTube biraz daha rahat idi, amma TikTokda bir videonu yükləyirsən və səhər yatıb dur görürsən ki, 1 milyonluq izləmə var. Düz əvvəllər daha çox idi və indi bir həccə də aşağı düşməyə başlayır. Çünki o kimi platformalar daha çox reklamdan pul qazanırlar, reklam göstərilməsindən. Onlar da hal-hazırda müəyyən bir auditoriyanı topladıqları üçün həmin sosial medialara istəmirlər ki, sən pul vermədən daha çox insanın qarşısına çıxasan. Ona görə də biraz daha çox insanın qarşısına çıxartmaq, hamını çıxartmırlar. Müəyyən bir kriterlər qoyurlar. Həmin kriterlərləri ödəyə bilirsənsə, o zaman sən çıxa bilirsən. Pərəstiş etdiyimiz insanın mövqeyi bizim üçün hazırda nə qədər vacibdir? Z nəsli bunu sizcə nə qədər əhəmiyyət verir? Nə düşünürsüz bu haqqda? Mütləq şəkildə həmin şəxsin ideologiyası, ümumiyyətlə həmin şəxs maraqları nələrdir, nələrə tərənnüm eləyir. Bu Z nəslinin ilkin növbədə ən önəmli xüsusiyyətlərindən biridir. Çünki onun izləmə səbəbi odur. Ümumiyyətlə həmin şəxs tutaq ki də vegetariandırsa, onu izləyən şəxs də və hətta ki, heyvan haqqlarını çox məsələn də qoruyursa, sırf ona görə məsələn izləyə bilər həmin şəxsi və həmin şəxs necə davranış həyata keçirirsə, sən də istər-istəməz həmin şəxsi bir növ belə deyək də daha çox qucaqlayıcı olur. Həmin şəxs ona daha çox doğma gəlir. Çünki özünü görür orada. Bundan əlavə vegetarianlıqla bağlı əgər əlbəttə ki, mənə kontent maraqlıdırsa, bəli mən vegetarian birini izləyirəm, amma tutaq ki, bir müğənnidir, bunun işi yəni mahnı ifa etməkdir də. Mahnılarını bəyənirəm öz yerində, amma tutaq ki, bu insan diskriminasiya etməyə meyllidirsə, o məni qıcıqlandırırsa şəxs olaraq, yəni ona tutaq ki, pərəstiş etmirəm. Bu şuurlu pərəstiş adlandırıla bilərmi sizcə və bu Z nəslində necə daha çox müşahidə olunur? Z nəslində daha çoxdur ümumiyyətlə, amma bir dənə başqa bir nüans var ki, yəni həmin şəxs görmüşük və ümumiyyətlə də məşhur şəxslərdən hansı ki, bu bizim heyvan haqqlarını çox sevən bir şəxs var, tutaq ki, şəxslər qrupu var. Bir məşhur da gedib Taylandda hər hansı bir heyvanları deyir ki, tutaq ki, bazarda da deyir ki, bunu qızardın, yemək istəyirəm və falan bir şey edirəm. Altına kommentlər yazır ki, sən heyvanları necə qıyırsan falan tipli bir şey gedir. Bir skandal tipli bir şey oldu, amma bunun yenə Z nəslinə bağlayıram. Bunu çox ajotaj yaradır və birdən-birə daha çox kütləyə çatır və onlara diskriminasiya həmin şəxsi, məşhur şəxsi diskriminasiya eləyə bilir. Amma həmin şəxsin 3 gün sonra, 1 həftə sonra elədiyi xoş bir, məsələn, xeyriyyə aksiyası ilə həmin şəxslər geri qayıda bilirlər. Onda tezdə unudulur yəni. Bəli. Bizim biraz belə bir şey var. Bizim cəmiyyətdə həmin o Z nəslində biraz B12 çatışmamazlığı deyə bir şey var. Yəni yaddaşda biraz şey var ki, hansı ki ümumiyyətlə insanlar tez unudulur, tez unudur, istənilən hadisəni unudurlar, istənilən hər hansı bir belə deyək də baş verən hadisə onlara bir növ daha ötəri gəlir bir növ və daha sürətli şəkildə qərar verirlər deyə. Orada şuurlu olmağın, amma daha çox sürətli dəyişkənlik var və istər-istəməz istənilən yaxşı bir hadisə pis hadisənin üstünü örtə bilir. Bəlkə hər hansı bir pis hadisə, bəlkə etdikləri hər hansı bir mənfi bir şey onların etdikləri, bundan əvvəlki etdiklərinin qarşısını alıb üstünə xətt çəkə bilər. Bir də var ki, heç nəyi örtmür. Hate watching-a necə açıqlama verərsiniz? Yəni bu adamın tutaq ki, cəmiyyət üçün zərərli olduğunu, mənfi kontent hazırladığını bilirəm. Tutaq ki, kimləri lağa qoymaqla pul qazandığını və özünə mövqe formalaşdırdığını bilirəm, amma bu adam məni qıcıqlandırsa da bir yerdən sonra gülməli və əyləncəli gəldiyi üçün ona pərəstiş etməyə başlayıram. Yəni hate watching buna necə açıqlama verərsiniz? Belə deyək, həmin şəxslər ümumiyyətlə insanlar
o kimi şəxsləri ümumiyyətlə cəmiyyətdə diskriminasiya olunmuş və ya ki, bilirsən ki, məsələn, bu adamı izləmək olmaz da, bu adamın danışdıqları düzgün deyil. Və ya ki, bu insanları zərərli vərdişlərə yönəldə bilər və ya da ki, bu şəxsin danışdığı vulqar sözlərdir, insanlara daha çox mədəniyyət aşılamır. Sadəcə insanlar bu kimi şəxslər hər hansı bir video paylaşdıqları zaman insanlar öz nifrətini bəzən orada qeyd edirlər və yaxud da ki, altdan mütləq şəkildə komment yazırlar. İstər mənfi, istər müsbət. Alqoritma isə bunun mənfi yaxud da ki, müsbət olmağı alqoritma üçün daha çox maraqlı olmur. Alqoritma üçün maraqlı olan odur ki, buna çoxlu şərh gəlib. Buna daha çox insan bir-birinə göndərir. Bax, filan kəs nə etdi deyə. Və bu formada olduğu üçün bu şəxslər də kifayət qədər milyonların qarşısına artıq çıxmağa başlayırlar. Milyonların qarşısına çıxdığı üçün biz bunu bizim belə deyək ki, o beyində də bir neçə bölgə var. Bizim ön beyin rahatlıqla fikirləşir ki, mən bu şəxsi bəyənmirəm, bu şəxs mənə uyğun deyil. Amma bizim arxa beyin, yəni biz ona köhnə beyin adlandırırıq. Amma şuur altında isə həmin şəxsə bizdə bir gizli pərəstişkarlıq yaranır bizdə. Artıq həmin şəxsin videosu çıxdığı zaman qoy bir baxım marağa görüm nə paylaşıb bu. Marağa görüm nədən yenə danışır bu şəxs deyərək həmin şəxsi artıq izləməyə başlayırıq. Hətta görürsünüz ki, onu izləməyə başlayıb follow eləyir həmin şəxsi. Bu kimi nüanslardır ki, biraz burada psixologiyanın təsiri var ki, həmin şəxsi əslində biz şuurlu şəkildə istəməsək belə, amma şuur altında həmin şəxsi artıq pərəstiş edirik. Sonda fikirlərinizi necə ümumiləşdirərsiniz? Qısası Z nəslinin ulduzu kimdir? Z nəslinin ulduzu kimdir? Əvvəldə də vurğuladığım kimi ümumiyyətlə Z nəslinin ulduzu olmaq üçün indiki dövrdə daha çox izləmə yox, daha çox insanların fikrinə təsir eləyə biləcək şəxslər lazım. Yəni sən nə qədər insanın fikrinə təsir eləyə bilirsən. Sən tutalım ki, bu gün hər hansı bir video paylaşsan ki, mən sabah dəniz qırağında olan kimlərsə zibil atıbsa, mən bu zibilləri toplayacağam və hamımız birlikdə gedək. Və yaxud da ki, ağac əkmə aksiyasıdır və hamımız birlikdə qoşulaq buna. Sən neçə nəfərə burada təsir eləyə bilərsən? Nə qədər insana bunu təsir eləyə bilirsənsə, demək ki, sən o qədər ulduzsan. Və yaxud da ki, insanları hərəkətə gətirə biləcək qüvvən varsa, bu səfər sən artıq bir ulduz kimi qəbul olunursan. Bu da istərsəməz markaların, şirkətlərin ümumiyyətlə maraqlarına xitab etdiyi üçün onlar da həmin şəxsləri ulduz qəbul edirlər. Onlara daha çox yatırım edirlər. Çalışmaq lazımdır ki, ümumiyyətlə maraqlarımızı düzgün seçək. Hər hansı bir o psixoloji qarmaqlardan, manipulyasiyalardan uzaq olmağa çalışaq. Çünki istərsəməz sosial mediada hər hansı bir post paylaşan heç də həmişə xoş niyyətli olmur, mənfi niyyətli ola bilər. Z nəslində necə ki tez bağlanma varsa, onların bəzən mənfiliklərini biz görmürük. Onun üçün maksimum çalışmaq lazımdır ki, daha onları öyrədici, daha çox belə deyək, onlara hər hansı bir məna qatan şəxsləri izləsinlər və bununla da bir növ belə ki, cəmiyyətimizə dəyər yaratsınlar və bununla biz daha irəli gedək. Ümumiyyətlə biz topluluğuq və topluluq daha yaxşı bir fərdlərdən ibarət olması lazımdır. Onun üçün istər Z nəsli olsun, istər Y nəsli olsun, istər X nəsli olsun, millennium olsun və ya da hal-hazırda alfa boomer nəsli keçir, hansı ki, onların tamamilə şəkildə fərqli bir xüsusiyyətləri var. Adamlar ümumiyyətlə tam fərqli şəkildə doğulublar, fərqli bir mühitdə böyüyüblər. Onlara artıq uyğunlaşmaq dövrüdür. Yəni biz Z nəslinə uyğunlaşırıq, amma ondan sonraki bir dövrümüz gəlir ki, bizim həmin şəxslərdə ümumiyyətlə adaptasiya olmamız lazımdır. Rəqəmsalda da əgər hal-hazırda ulduz olmaq üçün rəqəmsalda olmaq, transformasiya etməyə ehtiyac varsa, demək ki, orada olmaq lazımdır. Demək ki, indinin dövrün ulduzunu seçən rəqəmsalda olmaqdır. Təşəkkür edirik. Çox sağ olun, təşəkkürlər. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!